Hər birini salamlayıram. 1 may tarixində Bakı karting turniri yarışı keçiriləcəkdi və mən də Bakı Karting Centerdə keçirilən karting turnirində könüllü oldum. Könüllülük müddəti isə axşam saat 6-dan 11-ə kimi davam edəcəkdi. Yarışın baş tutacağı yer, yəni bizim könüllü olduğumuz məkanın adı isə Bakı Karting Event Center idi. Könüllülük müddətində isə bizə nahar vasitəsi verilmişdi. O cümlədən limitsiz çay və kofedən faydalana bildik. Karting yarışı isə saat 6-da baş tutacaqdı. Onu da qeyd edim ki, Bakıda yerləşən bu müasir əyləncə məkanı karting və aktiv istirahət üçün unikal təcrübə təqdim edir. Mərkəz regionun ən böyük qapalı karting komplekslərindən biri hesab olunur və təxminən 500 metr uzunluğunda peşəkar trekə, həmçinin müasir avadanlıqlara malikdir. Yarış bitdikdən sonra isə qaliblər müəyyənləşdirildi və mükafatlandırıldılar. Daha sonra isə layihə rəhbəri tərəfindən nəzərdə tutulmuş DJ şov gecəsi baş tutdu. Şovda isə biz könüllü dostlarımızla birgə maraqlı anlar və əyləncəli vaxtlar keçirdik. Və ən əsası da könüllülük müddətində çox maraqlı insanlar və dostluqlar qazandım. Bunun üçün çox şadam. Və son olaraq qeyd etmək istəyirəm ki, bu müddət ərzində iştirak etdiyim ən maraqlı və əyləncəli könüllülüklərdən biri olaraq yaddaşımda daim qalacaq. İzlədiyiniz üçün təşəkkür edirəm.